Əksər sürücülər var ki, yol hərəkəti qaydalarına əməl etmirlər. Onlara sual verdikdə ki, niyə belə edirsən, cavabları bu olur ki, harasa tələsirəm. Bu da bədbəxt hadisələrlə nəticələnir. Tələsən sürücülər sürət həddini aşırlar. Qəzaların əksəriyyəti isə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, ötmə qaydalarının pozulması nəticəsində baş verir. Sürücülərin təqsiri səbəbindən qeydə alınan qəzaların böyük əksəriyyətində nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi və ötmə qaydalarının pozulması başlıca səbəblərdir. Bu qayda pozuntuları əsasən tələskənlikdən qaynaqlanan inzibati xətalardır ki, bir anlıq yanlış qərar ağır və geri dönüşü olmayan nəticələrə səbəb olur. Açıqlanan bu statistik rəqəmlər hər bir sürücü üçün ciddi mesaj olmalıdır. Müsbət azalma tendensiyasına baxmayaraq, yollarda itirilən hər bir insan həyatı bu sahədə məsuliyyətin nə qədər böyük olduğunu bir daha xatırladır. Bir daha sürücüləri sükan arxasında səbirli olmağa, tələskənliyə yol verməməyə, sürət həddinə və ötmə qaydalarına ciddi əməl etməyə çağırırıq. Açıqlanan bu statistik rəqəmlər sürücülərə bir ismarıcı olmalıdır. Çünki tələsmək bizi mənzil başına tez çatmaq əvəzinə təhlükəyə aparır. Ən çox qayda pozuntusu olan hallar işıqforun qırmızı xəttindən keçmə, piyadəyə yol vermə və digər hallardır ki, bunlar da birbaşa qəza səbəb olan hallardır. Zərurət oldu, olmadı, xüsusən tələskənlik bu özü ilə bərabər cəmiyyətə də mənfi təsir edir. Müsbət azalma tendensiyasına baxmayaraq yollarda itirilən hər bir insan həyatı bu sahədə məsuliyyətin nə qədər böyük olduğunu xatırladır. Bu səbəbdən də sürücülər sükan arxasında səbirli olmalı, yol hərəkəti qaydalarına əməl etməlidirlər ki, bədbəxt hadisələr baş verməsin. Ələkbər Salih, Sabir Şahvələdov, Telesər.